olur, infeksiyalarla bağlı, cinsi yolla keçən infeksiyalardan söhbət gedir. Yəni bu infeksiyaların analizləri ilə bağlı suallar olur. Yəni məlumat verim ki, hal-hazırda bizdə bunu çox yüksək səviyyədə, effektiv şəkildə, yəni dərindən yoxlamasını həyata keçiririk. Şəxsən mənim özümün iştirakımdan, yəni analizi özüm şəxsən götürürəm cinsi infeksiyalara görə və analiz götürərkən onun dərindən olmasını təmin eləmək üçün prostat vəzi barmaq müayinəsi olunub. Oradakı şirə qovulur sirik kanalına və dərindən material götürülür sıyırıntı vasitəsilə. Eyni zamanda prostat şirəsinin özündən də ayrıca analiz götürürük və sıyırıntı ilə mikroba görə də analiz götürürük. Mikrobları biz PCR üsulu ilə, yəni polimeraz zəncirvari reaksiya adlanır da, BZR adlanır. Bu müasir dövrdə mikrobun təyin olunmasının ən yaxşı üsuludur. Bahalı üsuldur, keyfiyyətli üsuldur. Bu üsulla mikrobları təyin edirik və sonra onun müalicəsini həyata keçiririk və təyin olunan mikrobları zəmanətlə müalicə edirəm. Yəni bunu özüm öz adımdan deyirəm. Və yanaşı olaraq onu qeyd edeyim ki, hal-hazırda bu analizlər endirimdədir. Yəni başqa klinikalardan da maraqlana bilərsiniz. Demək 12 mikrob yoxlanılır. 12 mikrobun həm yaxma, həm sıyırıntı vasitəsilə yoxlanılır. 12 mikrobun müayinə analiz qiyməti, yəni öz qiyməti, kassa qiyməti 180 manatdır, 180 manat. Biz orada paket şəklində olduğu üçün endirim eləyərək bunu 125 manata endirmişik. Yəni bu endirimlərdən yararlanmağa çalışın. Gəlin indi imkan infeksiyalarınızı yoxladın və bundan sonra da müalicə aparılır, aşkar olunan infeksiya və axırda hansı infeksiya ki aşkar olunub, konkret həmən infeksiya təkrar yoxlanılır. Ta təmiz çıxana qədər biz onu yəni zəmanətlə müalicə edirik. Və burada mənə sual